Sağlamlığımızı qorumağa çalışarkən sağlamlığımızdan oluruq. Söhbət fitness salonlarından gedir. Səhvi harda edirik? Yaxud fitness salonları harda səhvə yol verir? Bu mövzudan danışacağıq. Həkim müayinəsini keçmək lazımdır, çünki biz də əmin olmalıyıq ki, bu insan tam sağlamdır, idmana yararlıdır. Neçə müddətli idmanla məşğulsunuz? Bir ay. Həkim yoxlanışdan keçib. Yox. İllərlə insan istər sağlamlıq, istərsə də formada qalmaq üçün fitness salonlarına üst tutur. Lakin diqqət etmədikləri bir məqamla sağlamlıqlarını daha da təhlükəyə atırlar. Sağlamlıq arayışı olmadan, yəni həkim rəyini vacib bilmədən fitness salonlarına üst tutanlar bəzən çox ciddi fiziki problemlərlə üzləşirlər. Fitness idman növü əsasən ağır qaldırmadan ibarət olduğu üçün bu idman növünü seçənlər fitnessə başlamazdan öncə sağlamlıqların qaydasında olub-olmamasını yoxlatmalıdırlar. Çünki fitnessə sağlamlığı üçün üst tutanlar bəzi hallarda orqanizmlərində qaçılmaz problemlərlə üzləşirlər. Həkim yoxlanışdan keçmək məsləhətdir, şərtdir yoxsa yox? Bəli, şərtdir. Özünüz keçməmisiniz? Xeyr, özüm keçməmişəm, çünki özüm hiss bilirəm. Mən 4 il məşğul olsam da buna. Mən karate ilə məşğul olmuşam, judo ilə məşğul olmuşam. Mən ömrüm ancaq idmanla keçib də. Zala gələndə sənin arayış tələb olundu. Bəli, arayış tələb olundu. Mən də həkimdən keçərək arayış təqdim elədim. Ağır çəki qaldırmaq istəyirsəniz mütləqdir ki, həkimdən keçmək lazımdır. Bunda ürəyi var, qan analizi var və ilaxır və s. İdman zallarında sağlamlıq haqqında arayışın tələb edilməməsi hər kəsin bura yolunu açır. Əsasən də gənclərin sevimli idmanı olan fitnessə. Biz zala yazılan hər bir insana yaxınlaşırıq, məlumat veririk zədələnmə barəsində və yaxud sağlamlıq haqqında problemin varsa sağlamlıq barəsində. Hamı deyir problemin. Təəssüflər olsun ki, hər adam demir. O zədələr zamanla ağırlıqlarla daha da biruzə çıxır, aşkarlanır və o insanlar uzun müddətli idmandan sağollaşırlar. İstər həvəskar olsun, istərsə də peşəkar. İdmana üst tutan şəxslər həkim müayinəsindən keçməkdə niyə maraqlı deyirlər? Həkimin yoxlamasından keçmirsən yoxsa yox? Belə yox, amma axırda çox təsir eləməyən ağırlığa girmirəm yəni. Həkimlər deyir ki, müayinədən keçməyə xüsusən də müəllim nəzarəti olmadan məşq edən şəxslər təkcə sağlamlıqlarından deyil, bəzən həyatlarından da ola bilirlər. Bədən üçün bu həqiqi stres olduğu üçün bəzi orqanlarımız bu stresə qarşı daha belə pis reaksiya verir. Bunlardan biri də ürəkdir. Məsələn, əgər həmin şəxsdə ürək xəstəliyi olduğunu bilmirsə, məsələn, ya ritm pozukluğu var, ya təzyiq var belə, bu ağır idmanla məşğul olduqda bir anda bu ani ölmə qədər gedən bir prosesə gətirib çıxara bilər ki, bu xəstələr öncəsində EKG, EXO ya da ki, kardioloq müayinəsində olması lazım. İdman zalları sağlamlıq haqqında arayış tələb etməsələr də qanunlar bunun vacibliyini deyir. Gənclər və İdman Nazirliyindən bildirildi ki, bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının qanununa əsasən bədən tərbiyəsi dərslərinə, habelə idman məşğələlərinə və yarışlara dövlət və özəl tibb müəssisələrində tibbi müayinədən keçən uşaqlar və gənclər buraxılırlar. Eləcə də məşqçilər idmanla məşğul olanların müəyyən edilmiş dövrlərdə tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Rəşad Vəkiloğlu, Rəşad Əkbəroğlu, Space.